Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa, Albalı yolunda, Cəşaltı nömrəli marşrut xəttinin yolunda 3 sot yağım torpaq sahəsindədir. Bax, belə bir möhtəşəm həyət evimiz çıxıb. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Evin torpağın çağrısı var, paket quracaq. Həm qeydiyyatda düşmək olur, həm ipotek üçün yararlıdır. İnşallah həyətin təqdimatını təqdim edək sizlərə və sonra keçirik evin içərisinin təqdimatına. Və ilkin olaraq qiymət 130 min manatdır. Reallıq olarsa, sabit tərəfindən də indirim olunacaq. Sağ və sol hissələrinin keçidi var, rahat bir şəkildə. Evin arxasında da belə deyək, keçid etmək olur. Sağ sol hissələrini sizlərə təqdim edirəm və padval hissələrinin qapıları qoyulacaq. Yəni, son tamamlanma işləridir. Və giriş hissəsində sizə təqdim edin inşallah. Və burada sol hissədə belə bir torpaq sahəsi var və həyətdə sanuceliyi nəzərdə tutun. Və qapısı giriş hissəsində balaca və böyük jalüz qapısı qoyulub. Və keçək inşallah evin içərisinin təqdimatına. Bir zal, 3 yataq, bir mətbəx, bir sanucelidən ibarətdir. Yeri də möhtəşəmdir. Marşrut xəttinə və yaxın. Hətta divarların belə işıqlandırması qoyulub veriləcək. Və qeyd etdiyimiz kimi keçək evin içərisinin təqdimatına inşallah koridordur. Kombi xəttlərinə qədər atılıb. Və başlayaq inşallah zal hissəsinin təqdimatına. Burada belə bir gözəl zalı var. Zalı təqdim edir sizlərə. Və keçək digər yataq otaqlarının təqdimatına inşallah. Birinci yataq otağımızı sizlərə təqdim edək. Orada nəzərinizə çatdıraq ki, hər otağın aboyu ayrı-ayrılıqdadır. İkinci yataq otağımızı sizlərə təqdim edək. Üçüncü yataq otağımızı sizlərə təqdim edək. Və keçək mətbəxin təqdimatına. Mətbəx də tam hazır bir vəziyyətdə işıqlandırmasına qədər mətbəx mebelinin yerinə qədər qoyulub və teras payı deyib çıxış etmək üçün belə bir qapısı var. Və keçək sanuzelinin təqdimatına inşallah. Sanuzel də hazır vəziyyətdədir. Stoldan ibarət duş kabinənin yerinə qədər qoyulub aksesuarları başladı və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Məşdağa Albalı yolunda, Cəşaltı nömrəli marşrut xəttinin yolundadır. Tam yolla marşruta yaxın 3 sot yağım